آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. İnnehu hayrun nasirin ve mu'in. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tayyibin tahirin. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil ferəcəhum. Bəli, bizim söhbətimiz icarənin hökmlərindən gedirdi. Gəlib yetişdiyi məsələ 764. 764-cü məsələ bundan ibarətdir ki, əgər bir insan bir dənə dükkanı, bir dənə evi, bir dənə villanı icarəyə götürə, kiraya götürə, müqabil tərəf isə bunu şərt eləyə ki, mən bunu sənə verirəm ki, sən bundan istifadə edəsən, sən bundan mənfəət aparasan. Sual bundan ibarətdir. Görəsən, icazəlidir həmən bu icarəyə, kiraya götürən şəxs götürdüyü bu dükkanı, bu evi, bu villanı başqasına da kiraya verə bilər. Hansı şərt olunub ki, yəni kiraya verən şəxs, evin sahibi, binanın sahibi, dükkanın sahibi verəndə şərt eləyib. Deyib ki, bunu mən sənə verirəm, sən bundan istifadə elə. لو استأجر دكانا أو دارا أو بيتا بشرط أن ينتفع به هو بنفسه لم يجوز إيجاره للغير على وجه ينتفع به الغير. Bəli. Deyir, madam ki, əgər kiraya verən şəxs, evin sahibi, elə evi misal vuraq, evi verəndə Zeydə vermişdi, demişdi, ay Zeyd, sənə verirəm kiraya, bundan sən özün o evdə qalasan. Mən bu cür nə var da, deyirlər ki, məsələn, mən başqasını tanımıram, bilməm necə baxacaq evimə, səni tanıyıram, istəyirəm elə mən sənə verirəm kiraya. Bir şərtlə verirəm, başqasına kiraya vermə, başqası qalmasın, başqası bundan yəni mənfəət aparmasın. Biz kirayədə icarənin hökmündə nə dedik? Dedik, icarənin hökmü budur ki, icarəyə götürən şəxs onu niyə götürür? Ki, ondan istifadə eləsin, mənfəət əldə eləsin. Mənfəət də deyir, yatması, durması, yaşaması o evdə və ilə axır və s. İndi burada başqasına kiraya verməsi icazəlidir, adı ki, xeyr. Madam ki, əgər qeyd olunub ki, bu özü o kiraya götürən şəxs Zeyddir. Bu Zeydə elə bir evin sahibi Xaliddir, Zeydə verib, Zeydə deyib ki, Zeyd, bunu mən sənə verirəm, başqasına kiraya vermək və başqası kirayı başqası bu evdən mənfəət aparmağa bilməz. Sənə verirəm, sən buradan istifadə edə bilərsən, bu halda şərt ki olsa icazəli deyil. Və yəcuz ləvkana əla nəhbin. Bəli. Deyir, mən bunu sənə verirəm, mən səni tanıyıram, sən istifadə elə bu evdən, ayda mənə 500 manat verərsən. Deyir, bəli, bunun bir istisna yolu vardır. Caizdir, əgər bir insan gəlib, məsələn, evin sahibindən kiraya götürüb, kiraya verən də verib, məsələn, bir dənə xanıma və deyib ki, bunu sənə kiraya verəm, sən özün bu evdə yaşa. Bu xanım da gəldi, bir müddət sonra evləndi. Evləndi bir dənə kişi ilə. O kişiyə evlənəndən sonra bu kişi indi lazımdır ki, bu kişi olsa bu xanımı saxlaması. Yəni bir evdən eyniyə, bir evi bunun üçün icarə eləyə, kiraya tuta. Bu xanım da maşallah zirə idi. Elə başqasına kiraya tutacaqsan, deyirlər, mən bu tutduğum bu evi sənə kiraya verirəm. Deyir, hə, bu icazəlidir. Niyə icazəlidir? Fərqi nə oldu? Deyir, çünki fərqi budur ki, onsuz bu xanım qalacaq burada. Bu yenə evdə yaşayan bu xanım olacaq. Birinci dediyimizdə xanım yəni, kiraya götürən şəxs yaşamırdı. Kiraya Xalid evin vermişdi Zeydə, Zeydə əmirə verirdi. Hansı ki, Xalid Zeydə demişdi, mən sənə verirəm, ha, burada sən yaşayacaqsan, başqası yox. Şərt eləmiş ki, sən gərək yaşasın bu evdən. İndi yenə də ikinci halda bu xanıma kiraya verəndə Xalid, bu xanıma deyir, sən bu evdə yaşayacaqsan. Yenə nəticədə xanım yaşayır burada. Sadəcə evləndiyi kişiyə icarəyə verir. Bu icazəlidir, bəli, bu icazəlidir. Və yəcuzu ləv kana alə nəhvin yərci'u li-intifa bihi li-nəfsil müstəqil əvvəl. Onsuz burada yaşamağa, bu evdən mənfəəti aparan, fayda aparan kim olacaq? Elə həmin birinci kiraya götürən xanım olacaq. Misal ağa vurur ki, ən təstə əgirə imrə ədarə. Bir xanım bir dənə evi, bir dənə villanı
bir villanı məsələn kirayə tutur. Summa tətəzəvvəcə, sonra evlənir. Fətuəccirə dara li zəvciha əs-suknaha, sonra onu verir yoldaşına, bu evləndiyi bu kişiyə kirayə verir ki, o evdə bu xanım yenə özü yaşasın. Bu bizim 764-cü məsələ. 765-ci məsələ. İza istəcərə aynən fələhu ən yuəccirəha min qeyrihi İlla izə iştərata aleyhi ədəmu icariha sarihan. Bir insan gəldi, bir nəfərdə, məsələn, misal vurduğumuz kimi. Zeyd gəldi, evin sahibi demişdi, Xaliddir. Xaliddən bu evi kiraya aldı. İcarəyə götürdü. İndi bunu başqasına kiraya verə bilər, verə bilməz. Heç bir şərt olmuyor. Birinci dediyimiz məsələdə şərt eləmişdik. Yəni kiraya verən evin sahibi Xalid Zeydə şərt eləmişdi, yəni özün yaşayasan. Amma bu dediyimiz məsələdə xeyr, burada heç bir şərt yoxdur. Olmadığı təqdirdə icarəyə verə bilər ikinci adama. Yəni mən özüm icarəyə kiraya götürmüşəm bu evi, verə bilərəm başqasına. Deyir, bəli, evdə istəcirə ilə fələh ən yuəccirəha min qeyri. Eləyə bilər. İlla bir halda eləyəməz. İzə iştərata aleyhi ədəm icaruha. Əgər birdən açıq sarayxan, açıq aşkar Xalid Zeydə deyək ki, Zeyd, mən bu evi sənə kirayə verirəm, başqasına sən bu evi kirayə vermə ya. Belə deyək. Birincidə deyirdi, mən bunu evi sənə verirəm, evdə özün yaşa ki. Yəni evin mənfəətindən sən istifadə edəcəksən evdən, belə deyək. İkincisi isə ikincisini böldü iki yerə. Bir dəfə deyir, heç bir şərt aralarında olmadığı təqdirdə başqasına icarəyə verə bilər. İkinci səfər deyir ki, yox, əgər birdən şərt eləsə ki, başqasına, açıq aşağı başqasına kirayə vermə ya, bunu mən sənə verdim, yaşayasan burada. Sənə mən kirayə verdim, başqasına vermə. Bu halda əvkanəl icar qeyri-mütəarib xaricən və xeyt əqnə zarikə anis-sarih biştirə qədəmi və yaxud da ki, yox, heç şərt eləməyib, amma adətən elə bir ürfdədir ki, elə bir cəmiyyət, əlbəttə bu deyəcəyimiz məsələ bir cəmiyyətdən digər cəmiyyətə fərq eləyə bilər. Adətən fərz eləyir ki, bu məmləkətdə, bu şəhərdə bir insan gəlsə, ev axtaran insan gəldi, məndən ev icarəsi özü üçün alar. Bunu da götürüb başqasına kirayə verməz. Deyir də, bu halda ehtiyac yoxdur ki, bir ev sahibi desin ki, başqasına kirayə verməyə. Yəni, buna əslən ehtiyac yoxdur. Niyə? Onsuz bu gəlib kirayə götürən özü üçün götürür. Belə bir şey yoxdur bu məmləkətdə ki, kirayə götürsün, başqasına kirayə versin. Şərt eləməsə, bu da icazəli deyil bu insana ki, başqasını kirayə versin. Vəlakinəl əhvat lüzumən ədəm təslimini aynələr müstəcirətdən. Bəli. Dedik ki, indi əgər bu şərt olmaya və yaxud da ki, elə bir yer deyəm ki, adətən verirlər, elə bir kiraya götürən insan da başqasına kirayə verir. Birinci hal ki, dedik ki, bəli, icazəlidir, onda ehtiyat olsun. Budur ki, ədəm təslimini aynələr müstəcirətdən min duni rəval müəccir, madam ki, hələ bu iki dənə axırda dediyimizə əsasən ki, mənə icazəli deyil, mən kirayə götürdüyüm evi başqasına kirayə verəm. Bu halda hətta yəni gələcək bundan sonraki məsələdə mən kirayə götürmüşəm, şərt olunmayıb, başqasına təhvil, təslim vermə, hasarı mənə verib. Ha? Ev sahibi mən evi kirayə elədi, verib hasarı mənə. Heç bir şərt eləməyib mənə. Mən də icazəli götürəm, bunu başqasına kirayə verəm. Amma bu hasarı verəndə mənə izin vermişdi axı. Mən bunu başqasına hasarı vermək üçün ehtiyat uzun budur ki, nədir? Gələ mən evin sahibindən icazə alam. Razılığını əldə edəyəm. Belə. Bu məsələ birinci dediyimiz üçündür. İkinci hal üçün. Bu insan razı deyil. Bu insan şərt eləyib mənə. Və ya da ki, adətən cəmiyyətdə, ürfdə kirayə götürülən bir dənə evi başqasına kirayə verilməz. Mən də başqa kirayə vermək üçün ona bu evi təhvil vermək üçün, təslim vermək üçün ikinci, özümdən başqa məsələn. Gərək onda neyniyəm? Ev sahibinin razılığını əldə eləyəm. Və alə hadr əsas. Fələv istəcirə səyyarə lirrukub. Bu dediklərimizə əsasən, əgər bir insan gedə bir dənə maşını kirayə
götürəm. Məsələn, müəyyən bir vaxtda, bir illiyə. Deyim, mən buna sürəcəm bu maşını, mən bu maşına yük vuracam, yemək daşıyacam, produkt daşıyacam. فلو استأجر سيارة للركوب أو لحمل المتاع مدة معينة فأجرها في تلك المدة أو في بعضها من آخر صحة. Eğer bir insan bir dənə maşını kiraya eləyibsə, 1 illik, 6 aylıq, fərq eləməsə 2 aylıq, 1 aylıq, orada özü maşından istifadə edib maşını sürəcəkdi və yaxud da ki, ondan produkt daşıyacaq, yük daşıyacaqdı. Eləyə bilər ki, bu insan həmən götürdüyü bu səyyarəni, bu maşını neynəsin, başqasına kirayə versin. Ola bilər ki, maşından özü 1 ay, 2 ay istifadə eləyib, 2 ay vaxtına qalıb 1 aylıq verir başqasına. Məsələn, 6 aylıq götürmüşdü kirayə, 6 ayın hamısını vermir, 1 aylıq verir. Səhihdir, bəli, səhihdir. Və lakin, amma bayaq dediyimiz məsələ gələcək, bu indi heç bir şərt olmadığına görə, mən ki götürüb icarəyə, özüm icarəyə götürmüşəm, onu mənə verib, mən də heç bir şərt etmədiyimiz təqdirdə eləyə bilərəm ki, mən neyniyəm, götürdüyüm bu maşını başqasına kirayə verəm. Xaliddən maşını almışam, Xaliddən ev götürmüşəm, mən eləyə bilərəm ki, kirayə verəm. Amma kirayə vermə icazəm var. İndi mən ehtiyac vardı ki, bunu əsl sahibindən icazə alam, ona təhvil vermək üçün bunu maşınıdır, bəli. Və lakin yəstəzinul malik fi təslimi eləyhi. Mən malikdən bunun sahibindən icazə alım. Çünki sahibi icazə vermişdi, mən sürəm bunu. İcazə vermişdi, mən onun məsələn maşınına yük vuram. İndi mən də bunu başqasına vermək, mənə bəli, şəriətdə icazəlidir. Amma icarəyə verə bilərəm. Amma yenə icazə almalıyam. Əsl sahibindən icazə almalıyam başqasına təhvil vermək üçün. Əvvələ yüsəllimuha və yaxud da ki, yox, təslim vermirəm başqasına, amma başqası da gəlib neynəyəcək, ona yük vuracaq. Başqası məsələn minəcək, onu sürəcək, belə deyə də miniydi. Özü üçün məsələn icarəyə götürəcək məndən bir günü, gedim burada Nəcəfdən Kərbalaya, yenə qayıdım, maşını təhvil verərəm. Və yaxud da mən bu yükümü də vurun maşına girəm. Və in rəkibəha dalikəl axar əv həmmələhəm imtirəm. Əvvələ yüsəllimuha bəl يبقى فيها وإن ركبها ذلك الآخر أو حملها متاعه. Bəli, dediyimizin, o da ərəbcə cümləsidir ki, ola bilsin, təslim verməyəcək ona. Elə məni də apar ki, mənə də məsələn, yükümü vur aparay. Yox, ver mənə 1-2 saatlıq yük vurum ona. Bu bizim 765-ci məsələmizdir, 766-cı məsələ. Ləv cazə lil müstəəcir ən yüəccirəl aynəl müstəəcərə və əradə ən yüəccirəha biəzyəd mimmə istəəcərəha bihi fələ buddə ən yəxsul fiyhə şeyən kəttərmim əv təbiyyib əv yəğrımı fiyhə qıramə və ləv lihəfqəhə və siyanəti. Bəli. Ağa deyir ki, görəsən icarəyə götürdüyüm bir şeyin özünü mən kirayə verə bilərəm başqasına, bunu bildiyi əgər şərtləməsi verə bilərəm. Amma icarəyə götürmüşəm aylığı 500 manata, mən bunu 700 manata, 600 manata verə bilərəm, bilmərəm. Məsələ burada. Götürdüyümdən daha da baha qiymətə verirəm. Ağa deyir, icazəlidir, amma bir şərtlə. Əgər məsələn, fərz eləyək ki, sən ev götürübsən. Ev biraz məsələn, təmirsiz idi. Sən maya qoyubsan, evi təmir eləyibsən. Məsələn, qapısını dəyişibsən. Evdə yəni, dəyişiklik baş veribsən. Adi bir siment vurmuşlar, heç ağartmamışlar. Sən evi ağartdın. İşlər aparırsan, pul xərcləyirsən. Bu evin qorunması üçün pul xərcləyirsən bir sözlə. Cibindən sən pul xərc edibsən, ona görə ona uyğun eləyə bilərsən ki, neynəsən? Üstünə qoyasın, 500 manata götürdük, məsələn 700 manata versən. Amma bir şərt, o qədər əlavə də çox eləməyəsən. O həmən xərclədiyi və münasib, yəni nə qədər məsələn zərərlə düşürsən, onun müqabilində, ona münasib yəni əlavə eləyəsən evin üstünə. Bir insan gəlib fərz eləyək ki, 500 manata kiraya götürüb evi. Ona məsələn gözəl dekor işləyib, cəlb eləməsi, yatırıb verir onu 1500 manata. Orası sonra bu qədər şey işləməyib, ha.
de bu cür nə olmasın? Bir şərt ən təkuna ziyadə mütənasibə limə əhdəfə əv qərimə aləl əhvatil uzuman və illa yox. Əgər birdən bu insan heç bir şey əlavə etməyib, cibindən 1 manat da belə bu evə xərcləməyib, bu evi götürüb 500 manata kiraya, verir 600 manata. 600 yox heç 510 manata kiraya verə bilməz, icazəli deyil. Və illa ləm yəcuz ləhu zalik. Əgər evdə heç bir dəyişiklik eləməyibsə, o evin üstünə pul qoya bilməz. Hada fiddar. Bu və səfinə və han. Belə bu dediyimiz ki, məsələn, gəmi, ev kimi olan bu cür əşyalardadır. Və kəza fi qeyriha minəl əyan müstəcirə hattəl ərazi. Bəli, həmsinin bir insan əgər bir dənə ərazi götürə, yəni ərazi və ərazi əkinəcək üçün bir yerdir, ehtiyat rüzumətsindən hökm yenə eyni hökmdür. Əgər sən bir dənə bir ərazi götürübsən, o ərazidə heç bir dəyişiklik eləməyibsən, məsələn, necə dəyişiklik eləyə bilər orada? Öyle ona setka alıb cibindən vurub. İcarəyə götürüb bir dənə yeri, bir dənə yeri icarəyə götürüb 50.000 manata, qəşəng onun üçün setka çəkib, onun üçün su çəkib, əkinəcək üçün, məsələn, su icadı yoxdur o yerin. Su çəkib olsun. Və oranı qorumaq üçün adamzat tutub eləyib vaxt gedir. Hə, bəli. Belə olsa, onda 1000 manata icarəyə götürdüyü eləyə bilərsən 1200 manata. Məsələn, 1200 manat deyir də o cibindən xərclədiyi və münasib olaraq eləyə bilərsən, üstünə pul qoyasan, başqasına kirayə verəsən. Əks təqdirdə eləyə bilməzsən. Və la fərqə fi ədəmi cavazil icarə bil əzyəd beynə ən yüəccirəha binəfsil cinsilləzi istəəcərəha bihi əv bi qeyri zalikəl cins sivan kanə minən nuqud əv min qeyriha. Bəli, icarəyə götürübsə, dedi ki, üstünə əlavə qoymaq icazəli deyil, əlavə qoyub başqasına kirayə vermək icazəli deyil. O vaxt ki, əgər sən orada heç bir əlavə dəyişiklik baş verməyibsən, evdir, evdə nə heç adı verən boya sürtməyibsən, cibinə bir şey xərcləməyibsən bir sözlə. Burada ki, dedik, icazəli deyil, yaxşı, mən ki 1000 manatdır da 1000 manat götürmürəm, onun müqabilində, yəni eyni cins yox, fərz eləyək ki, manat vermişəm, indi dollar alıram. Deyir, onun cinsinin dəyişməsi, hökmü dəyişməz. İstər eyni cinsdən ola, istər qeyri cinsdən ola, istər 1000 manat. İcarəyə 1000 manat. Onu elə mən 1200-ə verəm, istər 1000 manat. Kiraya götürmüşəm, onu 1000 dollara verəm. Cinsi dəyişsə də fərq eləməz. Və yaxud da ki, pul deyir. Pul deyir. Məsələn, 1000 manata mən götürdüm. 1000 manata bu günləri buğda ala bilərəm. 2 ton. Mən deyirəm ki, bu yeri sənə verirəm, 3 ton mənə buğda verir. Fərqi yoxdur bunların. Bir sözlə ki, sən 12 əlavə verin, istər o müqamda pul ola, eyni cinsli ola, qeyri eyni cinsli ola. Bir sözlə artıq alamaq icazəli deyil. Bu bizim 766-cı məsələ, 767-ci məsələ. Ləv iştərata fil icarəti ən yəkunə əməlül əcir li şəxsil müstəcir. Biz ki, müstəcir deyirik, müstəcir bizdə bir dənə vardır müəccir, kirayə verən və ya müstəcir, kirayə götürən. Bunlar, məsələn, ona əyan deyərlər. Əyan işlərində, məsələn, evdir, maşındır, yerdir, bunlar da istifadə olunur. Amma birdən əməl olsa, məsələn, bir nəfər gəldi, bunu da oxumuşdur. Gəlir, bir nəfərin əməlini icarəyə götürür. Burada artıq dəyişəcək. Müstəcir olacaq müəccirin yerinə. İstifadə edir. Kəlmədə ki, müstəcir desə, bilin ki, elə yəni müəccir deməkdir. Amma əcir istifadə edəcək. Müəccir üçün əcir deyəcək. Deyir, bir nəfər gəlir, məsələn, deyir ki, ay filan ki, sən gözəl işçisən, gəl ginən 10 gün işdə ginən mən üçün. Sənə, məsələn, 300 manat pul verəcəm, 400 manat pul verəcəm 10 günü. Əgər bu insan ki var, filan kəsin adını qoydu, məsələn, Zeyd. Bu Zeyd şərt eləsə ki, mən gəlirəm, sənin üçün işləyəcəm, başqasının işi ortaya çıxsa, məni oraya göndərməyəcəksən. Belə şeylər olur da. Bütün yerlərdə, bütün ölkələrdə bu şeylər olur. Mən gələm, sizdə sənin üçün işləyəcəm, və illa məni başqasının həyətdən göndərsin işləməyə, o da bizim bu hesabdan hesablanmayacaq, mən şərt eləyir.
Adi لو اشترط في الإيجار اگر icarə əqdi qurulanda ki gəl mənim evimdə işdə ən yəkun əməlül əcir li şəxsil müstəcir icariyə götürən bu şəxs ki var idi ya həmən bu insan Zeyd ki məsələn işçidir onun əməli bu icarəyə götürən şəxsə aid olacaqdır. Onu şərt eləsə ki mən yalnız sənin üçün işləyəcəm ona aid. Ləm yəcuz ləhu icaruhu liyəmələ li şəxsin axar. Bu eləyənməz ki bu Zeydi başqasına icarəyə versin. Gəl ki mən sənə 10 günü götürmüşəm onun heç bir aidiyyəti yoxdur. Bir gün bizdə işləyərsən 2 gün vəligildə 3 gün məsələn əmirgildə deyir əvvəlcən şərt eləsə həmən bu Zeydi desə ki mən yalnız sizdə sənin üçün işləyəcəm 10 gün. Bu halda həmən bu icarəyə götürən şəxsin icazəsi şərən yoxdur ki onu başqasının məsələn həyətinin ona təmizlətdirsin. Başqasının həyətində məsələn ustadır başqasının həyətində ona iş gördürsün. Şimdi bunu bu cür şərt eləmişdi. Və yəcuz zalikə mə ədəm iştirat. Əv mə bihəq. Yox, əgər birdən şərt eləməzsə bayaq dediyimiz formada. Bayaq ki icarədə necə etsə evlərdə ev sahibi heç bir şərt eləməmişdi. Burada da mən gəldim bu insana dedim ki neçə işləyirəm? Günü 30 manat, günü 40 manat işləyirəm. Dedim ki 10 gün gedək 10 gün və sənə 400 manat pul verəcəm. O dedi mən heç bir şərt eləmədim. Bu təqdirdə mənə necə icazəlidir? Bəli. Əgər heç bir şərt olmayıbsa, bu halda icazəlidir ki, onu başqasına öz işini qutarıb 3-4 günlük və yaxud da başqasına verir. Mən sənə 400 manat danışmışam, verirəm başqasına. İlla ənəhu la yəcuzu ən yuəccirahu bi əzyədi məstəcərahu. Bir dənə şərtlə ki, 400 manata danışıbsan, sən gətirib bunu başqasına 500 manata, 450 manata yox, heç 410 manata verə bilməzsən. Neçə ittifaq eləyibsən? Belə şeylər vardı ya, əzizlər, sual verirlər ki. Mən gedirəm, işçi ilə danışıram, deyirəm ki, gələcəksən, 10 gün işləyirsən 400 manata. Gedirəm, başqalarına danışıram, onlara deyirəm ki, onlar deyir, bizə işçi lazımdır, işçi yatırə bilərsən, deyirəm, bəli, 500 manata. Özüm heç bir iş görmürəm orada, sən nəyin müqabilində ağa deyirsən orada, kiraya alasan, o icazəli deyil, sən götürəsən, icarəyə tutdun bu Zeydi, başqasına icarəyə verəsən, üstünə pul qoyub pul qazanasan. La yəcuzən yuəccirahu bi əziyyət min məstəcərahu. İcarəyə götürdüyü qiymətdən əlavə üstünə qoyaraq başqasına icarəyə Zeydi vermək icazəli deyil. Sivana kanatı ücrətan min cinsin vahid əmla. Fərq eləməz, bu ücrət var, mən 400 manata danışmışdım bu kişi üçün 10 manata. Mən gətirəm bunu məsələn burada deyəm ki 30.000 rubla, yəni fərq dəyişdi. Yəni əskinas dəyişdi. O birincide manatı sonra oldu rubl, oldu dollar, oldu dinar. Bunun heç bir fərqi yoxdur. Elə ki sən artıq aldın, artıq aldığına görə icazəli deyil. Bəli. İşte şərt olanda əslən onu başqasına mən icarəyə verə bilmərəm. Şərt olmasa icarəyə verə bilərəm, amma gərək onunla pul Zeydin üzərində pul qazanmayım. 400 danışmışamsa 400, 500 danışmışamsa 500. Məsələ 768. İza acərə nəfsəhu li'amalin min duni təqyid bil mübaşərə və la ma'al insiraf iləyhə ləm yəcuz ləhu ən yəstəcirə qeyrəhu li zəlikəl əməl bi'aynihi bil əqəl qimə minəl uzrə fi icar. Bəli, bir dənə bir şey də mən qeyd edeyim ki, biz bundan öncəki məsələlərdə ki, qeyd elədik ki, əgər bir insan icarəyə bir evi verirsə, adətən də şərt eləməsə də, o məmləkətdə nədir? Başqasına icarəyə verilməz. Yəni, evin sahibi bir nəfərə verdi, bunların ikisinin arasında olur. Məlum məsələdir ki, bu kirayə bu qalacaq mənim evimdə. Bu məsələ fərqlidir. Bu məsələ şəhərdən şəhərə fərq eləyə bilər, ölkədən ölkəyə fərq eləyə bilər. Hər kəsin öz ölkəsinə aiddir hökm. Məsələn. Ola bilər ki, məsələn, bir dənə məmləkətdə bu adi bir şeydir. Mən icarəyə verirəm, bu da gidib başqasına icarəyə verər. Bu cəmiyyətin arasında elə bu adi bir şeydir. Bunda icazəlidir ya. Bizim söhbətimiz oradadır ki, yox.
Əgər adətən, ürfdə, cəmiyyət arasında bu cür yayılıb ki, kirayə verdiyim insan başqasına da kirayə verməz. Bu ona aiddir. İndi gəlirik, bəli, bu məsələdə isə İzə acə nəfsəhu li əməl. Gəl bir insan ittifaq eləyirlər, deyir ki, gəldi, baxdı və 100 kvadratdır, sənin bu evi mən ağardaram, nə bilim, bəzəyə vuraram, 1000 manat verərsin. Amma qeyd eləməyib birbaşa mən özüm orada işləyəcəm. İttifaq edib, mən bunu sənin üçün, sənə nə lazımdır? Ev hazır olsun, mən bu hazır eləyib evi sənə verəcəm. Amma özüm işləyəcəm, bu qeyd olmayıb. Bu necə? Burada icazəlidirmi görəsən? İzə acərə nəfsəhu li'əməl min duni təqyidi bil mübaşərə və la mə'al insiraf iləyhə ləm yəcrəhən yəstəcirə qeyrəhə lidəlikəl əməl bi'aynihi bil əqəlli qiymə minəl usrə fi icrət nəfs. Deyir, madam ki, bu insan səni görüb, səninlə danışıb, səndən ittifaq eləyib və bu halda icazəli deyil sənə. Sən gedib başqasının ucuz bayaq dediyim formada deyə danışıb 1000 manata mən bu evi baş gətirib. Gedib başqasının 700 manata danışıb deyə işləsin. O deyir ki, ləm yəcüz ləhu ən yəstəcirə qeyrəhu. Başqasını icarəyə tutub gətirib o evdə işlədəsən, o işi gördürəsən ucuz qiymətə. Hansı ki, sən ittifaq elədiyin qiymətdən ucuzdur. O icazəli deyil. İdə acir nəfsə olsun. Mən özümü icarəyə... Axı, mən bu ikilən danışmışdım, nədir? Mən icarəyə özümü verəm, ancaq qeyd eləməmişdim bir mübaşir şəkildə. Birbaşa özüm işləyəcəm. Bunu qeyd edir eləməsin, ağa deyir ki, nədir? Sən o gedib başqasından ücrət aşağı olaraq gətirəsən, başqası işləyir orada, o olmaz. Fi icarəti nəfsihi. Ləm yəcüz ləhu ən yəstəcirə qeyrəhu lidəlikəl əməl. Həmən əmələ görə başqasını icarə eləməz. Bi'aynihi bil əqəl qiymə minəl uzrə fi icarəti nəfsi. Özü icarə elədiyi qiymətdən aşağı qiymət danışıb başqasını orada işlədə bilməz. Nəam, bəli, istisna var. La bə'sə bidəlikə. İzə ətə bi bə'dil əməl. Və ləv qalilən. Fəstəcirə qeyrəhu lilbaqi. Bil əqəl qiymə minəl ucrə. Bəli. Mən ki, ittifaq elədim ev sahibi ilə, dükan sahibi ilə, sənin bu evi, məsələn, bu formada, bu dekorda düzəldəcəm. Gəldim, özüm işlədim orada. Bir az da olsa işlədim. Özümün də orada əməyim oldu. Özüm müəyyən qədər işləyəndən sonra getdim, başqalarını aşağı qiymətə gətirdim, işlədim. Bunun deyir, heç bir eybi yoxdur burada. Müşkül yoxdur, olar. Burada olar, amma əslən özünü heç bir işə əli vurmayasan, özün heç bir işə əli vurmadığın təqdirdə sənə icazəli deyil ki, ittifaq elədiyin qiymətdən aşağı qiymətə gedib başqa ustaları danışasan, gələ həmən bu işi gör. Belə şeylər var da, hər bir sahədə vardır. Məsələn, gedir evin 2000 bağlayacaq, danışır 2000 manata. Gəlir 1500 manata başqasından danışır, gətirib bunları tökür işləməyə. Ev sahibi də baxır, görür, mən dünən ittifaq edədim adamlar, burada əsr əlamət yoxdur. Həqiqət belə olur. Bu qəribə adamlar kimdir bizim həyatdan? Ay bala, sən kimsən? Bir əmin, biz gəlmişik sizin evin kimi bağlamaya. Nədir, olmaz. Əgər özü də gələ, müəyyən qədər işləyə, adətən bu cür nə olur da? Gəlib özü işləyir, bəzən zəki, ustalar belə olur. Yəni özün birinci gün görsədir, özü biraz işləyir, sonra tapşırır başqasına, yəni yanında olan işçilərinə özü çıxıb gedib başqa iş tutmaya. Deyir, eybi yox, neynə? Biraz da olsa özü işləyib. Özü ki, ittifaq eləmişdi bu evin sahibi ilə, az da olsa özü işlədiyinə görə ona sidq eləyir ki, özü işləyib, qalan hissəsini eləyə bilər ki, başqasına şirayət tutsun, gəlsin başqası o işi davam eləsin, ucuz qiymətə. Bunlar bu halda müşkülü yoxdur. Elə bir ki, sanki bizim bu ustalardan, adətən bu ustalarda çox baş verir məsələyə. Ev ustaları olsun, taxta ustası olsun. Amma birinci qism ki var, birinci qismdən ehtiyatlı olun. Əslən, özünün o işə əli vurmasın. Bəli, əgər ev sahibi ilə desin ki, şərt eləsin ki, mənim işçilərim var, gəlib onlar işləyəcəkdir. Və o işçilərin də məsələn, xəbərdardırlar, belə bu qiymətdə həmən qiyməti verəcəksə, müşkül yoxdur.
Yox, özün istəyirsən orada nəsə bir şey əldə eləyəsən, dünya malı əldə eləyəsən, gərək özün işləyəsən. Məsələn, ağartma işləyəcəksən, olmasa bu 100 kvadratın 5-10 kvadratında sən özün vurğunla qalan hissəsini onlarla işçilərlə danışarsan, onlara aşağı qiymətlə versin, müşkülü yoxdur. Bu bizim 768-ci məsələ. 769-cu məsələ inşallah gələn dərsdə xidmətinizdə olar. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.